axtarmağa, başınızı qarışdırana qədər, xanımlar, gedin dırnaq öyrənin, kiprik öyrənin, bir sənətin sahibi olun. And olsun bizi yaradana. Gedin sənət sahibi olun. Bacı, cəmaatın həyatını müzakirə eləməkdənsə, hansısa güclü qadının arxasında həzi axtarmaqdansa, gedin dırnaq öyrənin, 5-dən, 3-dən qazanın. Nə olar ki, indi ana qələt eləyib doğub sizə oğlan verməyib ki? Nə olar ki, bacı, qurban olum sənə. İndi bugünkü gündə ana oğul doğub, sən ər evinə gəlmirsən, o demədir ki, sən ərin əlinə baxmalısan, o qədər evdar qadın, deyim, Minan özü evində dırnaq eləyir. Kişinin qızı altına maşın alıb qoyub, dırnaq işi ilə. Namuslu, qeyrətli qızdır, ağ suludur. Bir qardaşı var ki, belə pis çıxmasın. Bacısı canlıda olanda bir gül atanda yığdı məyandadır, o kimdirsə gül atır. Düdə də nə bilim, izləyicidir də. Yəni elə bir ailənin qızı da o. Başa düşdünüz ya, yox. Təəssüf ki, son vaxtlar Azərbaycanda bir çox insanların düşüncəsinə görə maşın sürənin ya hədisi var, ya da iPhone telefon neçəyədir ki, 2000-3000-dir, pulumuza minnət, gedib alıb işlədirik. 30 yaşım var, mənim çıxartdığım əzəliyə bax. Mən idmana getməmişəm. Xalqın qızları kimi lasin geyinib, gedib belə-belə qulağıma naşnik qoyub, yoğurt içə-içə mən yığmamışam bədəni. Mən 6 il qutabla yığmışam. Başa düşdü? Çox vaxtı deyirsiniz, əllərin kişəlinə oxşuyur, damarın çıxıb. Yeganə adamam ki, mən xəstəxanaya gedəndə mənə rezin vurmurlar. Rezinsiz deyir, sıx. Baba, verniyə bax, baba. Verniyə bax, görsən? Görsən, bacı? Mən xalqın qızları kimi gedib tayt geyinib, deyən, nətər eləyirlər, az olar. Qabaqlarına da qoyurlar naşirki, qulaqlarına, bahalı qızlar ki, ay Allah, mən də gedəcəm inşallah. Evlənə mesaj göndərdim. Allah haqqı, zehin bədənə qızlar, yuxarıdan mənə yazırsınız.